Salam. Bu videoda OTK-nın 11-ci sinif üçün 11 may 2025 tarixli keçirdiyi sınağın izahını verəcəm. Birinci sualda verilib ki, elektron cədvəlin A1 xanasındakı düstur B1 və B2 xanalarına köçürüldükdə B4 xanasında alınan qiymətin 36 olması üçün A2-yə hansı natural ədəd yazılmalıdır? A1 bərabərdir A2 plus 2-ni B1 və B2-yə köçürür. Baxaq görək, bunlar bizə lazımdır ümumiyyətlə. B4-də verilib ki, sal A1 B2. Qoşa nöqtə qoyulduğuna görə A1-dən B2-yə qədər olan xanaların cəmi deməkdir. Yəni A1 üstəgəl A2 plus B1 üstəgəl B2. Deməli, mütləq A1-dəki düsturu B1, B2-yə köçürüb onların qiymətlərini tapmalıyıq. Və sual verib ki, A2-yə hansı ədəd yazsaq, yəni bu B1-in, B4-ün qiyməti 36 olar. Bu da A1-də elə A2 üstəgəl 2 kimi qalır. A2 də bilinmədiyi üçün onu da saxlayırıq. A1-i B1-ə köçürdükdə A-dan B-yə bir sütun dəyişir, sətr isə eyni qalır. Ona görə A2 də B2 kimi olur. Bu qalsın elə ki, A1-i B2-yə köçürtdükdə isə A-dan B-yə bir sütun artır. 1-dən 2-yə də bir sətr artır. Onda A2 də olacaq, bir sütun artırsan, bir sətr də artırsan, B3 üstəgəl 2. Bir dənə 11 var, bu da B3-ün qiymətidir. Onda B2-ni tapa bilərik də, 11 plus 2 bizə elə 13-ü verər. Əgər B2 13-dürsə, B1-də də B2-nin qiymətini yerinə yazsam, 13 üstəgəl 2, 15 alaram. İndi bu cəm düsturunda B1-in yerinə 15 yazaq, B2-nin yerinə 13 yazaq, A1-in yerinə A2 plus 2 yazaq, bir də A2-nin özü var. Bu bərabərdir 36-ya. Buradan da A2-ni tapa bilərik. 2A2 deməli 28, 2, 30. Bu tərəfdə 6 qalır. A2 də bərabər 3. Deməli A2-yə 3 qiyməti yazılsa, yəni bu formada cəm 36 olar. 62-də verib ki, bu ifadənin qiymətini 8-lik say sistemində təsvir et. F, Y 16-lıqdadır. Bunu 8-liyə keçirtmək üçün əvvəlcə 2-liyə keçirsək, F yəni 4 dənə 1-dir, Y də ki 3 dənə 1 0-dır, 8, 4, 2, 1 qaydası ilə. Bunu təzədən 2-likdən 8-liyə çevirmək üçün də bilirik ki, 3-3 ayırırıq, 4, 2, 1 qaydası ilə də 2-likdən 8-liyə çeviririk. Bu 6-nı verir, 4, 2, 1 ilə bu 7-ni verir. Bunu da əvvəlinə 1 0 artırırıq ki, 3-ə tamamlayaq. 376 eləyir. 376 hələ ki bu ədəddir, yəni 8-likdə. 67 özü 8-likdədir. 1 2-likdə də var, 8-likdə də var. Ona görə eyni ədəd olduğu üçün qalır. Onu da 10-luqdan 8-liyə çevirsək, 8-ə bölərik. Qalıqları axırdan əvvəl düşsək 12 eləyir. Qalır bu ədədləri toplamaq. 376-nın üstünə əvvəlcə 67 gələk. 7-nin üstünə 6, 13 eləyir. 13 8-likdə yoxdur. 13-ü 8-ə böləndə qalıq 5 qalır. 5 yazırıq bir yadda. 7-nin üstünə 6, 13 bir yadda ilə 14 eləyir. 14 də 8-likdə yoxdur. 14-ü 8-ə böləndə qalıq 6 qalır. 6 yazırıq bir yadda. 3, bu bir yadda ilə də 4 alırıq. Bu 1 ilə 12-ni də toplayanda 13 eləyir. 13-ü də 8-likdə üstünə gələk. 5 üstünə 3, 8 eləyir. 8 də 8-likdə yoxdur. 8-i elə 8-ə böləndə qalıq 0 qalır bir yadda. 6 üstünə 1, 7, bir yadda ilə yenə 8 eləyir. Deməli, yenə 0 yazıram bir yadda. Əvvəldəki 4-ü bir yadda ilə toplayanda 500 alınır 8-likdə. Düzgün yazılmış IP ünvanları müəyyən edin. Bilirik ki, IP ünvan bir-birindən 3 dənə nöqtə ilə ayrılmış, bu formada 4 oyuqdan ibarətdir və hər oyuğa 0,255 parçasında bir ədəd yazıla bilər. Məsəl üçün, biri çıxıram, çünki 3 dənə ədəd verib, halbuki 4 dənə olmalıdır. 2 ola bilər, yəni bu parçadakı ədədi aşmır, həmçinin də 4 dənə oyuq verilib. 3 də ola bilər, 4-ü çıxıram, 256 var, olmaz. 5 də ola bilər, 2, 3, 5, 6 da həmçinin ola bilər. 7-də isə artıq 5 dənə verib, yəni bu oyuqların sayı. Ona görə bunu da çıxırıq. 2, 3, 5, 6 olur, 63-də A bəndi. Və sonra 64.
Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. M burada 30 verilib. X-in qiyməti 1-dən 30-a qədər. X-in qiyməti 1-dən 30-a yazsaq bura 30-un özünü götürmür, 29 olur. Bu onda məntiqi sualdır. Çünki 1-dən 29-a kimi biz bir-bir bu dövrləri yazsaq çox uzun gedər. Bu misalda yəqin ki, məntiq tutmaq lazım olacaq. Deməli, bir baxaq görək. X 1 olanda S görək nəyi hesablayır? S 0 üstəgəl X-i 10-a böləndə qalıq. 1-i 10-a böləndə qalıq elə 1-i verir. Sonra həmin bu sətir X, bu X-i sətir tipinə çevirir, dırnaqda 1. Burada deyil 0-cı element, elə özüdür də, yəni dırnaqda 1-in özüdür. Bunu da təzədən int tipinə çevirir. Int tipinə çevirəndə də özünü alır. Aydındır. Onda biz belə fərqi, yəni ayrı-ayrı tapaq. Bunu ayrı tapaq, bunu ayrı tapaq ki, işimiz rahat olsun. 1-dən 9-a qədər bir rəqəmli ədədlərdir də, yəni rəqəmlərdir deyək. Bundan sonra 10, 11, 2 rəqəmli ədədlər başlayır. 1-dən 9-a qədər ədədlərin hamısını bu x götürəcək də 1-1. Çünki 1-dən 29-a qədər x-in qiyməti var. Bu rəqəmlərin hamısını 10-a böləndə qalıq özü qalacaq axı. Məsəl üçün 1-i 10-a böləndə qalıq 1 verir. 2-ni 10-a böləndə qalıq 2 verir. Deməli, bu x-i 10-a böləndə alınan qalıqları da cəmləyirik axı biz. 1 üstəgəl, 2 üstəgəl, 3, elə 9-a qədər hamısını onda cəmləmiş oluruq da bir sözlə. Belə bir şey alınır. Hələ ki, bunu tapıram, x-i 10-a böləndə alınan qalıq. Çünki bunlar cəmlənir, bilirəm ki. Sonra 10-dan 19-a qədər 2 rəqəmli gedir. Bu 10-u 10-a böləndə qalıq 0 düşür. 11-i 10-a böləndə qalıq 1 düşür. 12-ni 10-a böləndə qalıq 2 düşür. 13-ü 10-a böləndə qalıq 3 düşür. Deməli, bu 19-u da 10-a böləndə qalıq 9 düşür deyə yenə bu cəmi alıram, yuxarıdakı. Yenə bu alınır. Bu. 9-a kimi cəm. Sonra 20-dən 30-a kimi baxsam, 30-un özünü götürmür demişdi, 29-a qədər. 20-ni 10-a böləndə qalıq 0 düşür, 21-i 10-a böləndə qalıq 1 düşür. Bu qayda ilə yenə 9-a qədər cəmləyirmi? Deməli, 3 dəfə mən cəmləmiş oluram da. Bax, bu cəmi hesablayaq. 1 üstəgəl 2, 3, üstəgəl 3, 6, üstəgəl 4, 10, 15, 21, 28, 36, 45. 45 bunu aldım. Bunu indi 3-ə vururam. Çünki 3 dəfə bu formada cəm alınır da. 45-i də 3-ə vururuq. Bu bizə verir 100, deməli 35-i. Daha sonra bunu tapdıq da, elə ki, keçirik buna. 1-dən 9-a qədəri götürmüşdük də. Burada da əvvəlcə 1-i sətir tipinə çevirib dırnaqda 1 aldıq. Orada da 0-cı element elə özünü verdi. Sonra tam tipə çevirib ədəd kimi 1 aldıq. Sonra x-in qiyməti 2 olsa, 2-ni sətir tipinə çevirsək dırnaqda 2 alırıq. Bunu da təzədən 0-cı elementi elə özünü verir də, çünki bircə rəqəmi var. Təzədən tam tipə çevirəndə yenə 2 qalır. Deməli, yenə burada həmin bayaqki bu cəm alınacaq da, ta ki neçəyə kimi 9-a qədər. Yəni 1-dən 9-a kimi rəqəmlər üçün nəzərdə tuturam. Bu da 45 idi axı. Bir də 45 gələk, onda bunun üstünə. Bu da bizə verir deməli nəyi? 180-i. İndi qalır 10-dan 19-a, 20-dən 39-a. 10-dan 19-a qədər ədədlərdə, məsəl üçün onu götürürəm də, onu sətir tipinə çevirir əvvəlcə, dırnaqda 10 alır. Burada 0-cı element dırnaqda 1-i verir axı. Həmin o 1-i tam tipə çevirəndə 1 alınır. Sonra 11 gəlir. 11-i sətir tipinə çevirəndə dırnaqda 11 alınır. Burada 0-cı element yenə 1-i verir. Yenə tam tipə çevirib 1 alır. 1 üstəgəl 1 almışam hələ ki. Sonra x-in qiyməti 12 olur. 12-ni sətir tipinə çevirəndə dırnaqda 12. Burada 0-cı element dırnaqda 1-i verir. Bunu tam tipə çevirəndə yenə 1 alınır. Deməli, 10-dan 19-a 10 dənə ədəd var axı. 10 dənə 1-i cəmləyirik də. Onu vururam 1-ə. Üstəgəl 20-dən də 29-a baxaq. İndi 20-də də 0-cı element, yəni bunu sətir tipinə çevirəndən sonra 2-ni verir də dırnaqda. Bunu tam tipə çevirəndə ədəd kimi 2 alıram. 21-də də yenə 2-ni verir. 22-də də ta ki 29-a qədər ancaq 2-ləri cəmləyirəm. Yenə 10 dənə var axı bu ədəddən. Onu indi 2-yə vururam. Deməli, bu da 10, deməli
20, 30 eləyir. 180 üstünə həmin 30-u da gələndə 210 alınır. Olur A bəndə. HTML kod haqqında yanlış fikirləri müəyyənləşdir. List.jpg faylına keçid eləyir. Keçid ümumiyyətlə hrefin daxilində yazılır, yəni. Bu istinaddır, yəni keçidin olduğu ya şəkil olsun, fayl olsun, web səhifə fərqi yoxdur, onu göstərir. İki ATG-nin arasındakı yazılan hissə var. Bu da istinad göstəricisidir. Yəni istinad web səhifədə necə görünəcək? Deməli, web səhifədə bu şəkil çıxacaq ekrana. Bu şəklin üstünə vuranda, bax, həmin bu şəkli, yəni, bax, bu hrefin daxilindəki şəkli açacaq. Deməli, bu şəklə keçid eləyir, bu düzdür, amma bizdən yanlışları soruşur. Hə, yanlışları soruşursa, bunu çıxın. İstinad göstəricisi kimi dim.jpg faylı istifadə olunur. Bu da düzdür də. Dim.jpg istinad göstəricisidir. Dim.jpg adlı fayla keçid eləyir. Bu səhvdir. Keçid buydu qeyd elədik. Dim.jpg faylı web səhifədə əks olunacaq. Bəli, bu web səhifədə görünəcəyi bu şəkil üstünə vuranda list.jpg-ə keçid eləyir. Düzdür deyə çıxıram. İstinad göstəricisi kimi list.jpg-dən istifadə olunub səhvdir. İstinad göstəricisi deyil, istinadın özüdür. List.jpg faylı web səhifədə əks olunur. Bu da səhvdir. Qeyd elədik ki, dim əks olunur. 3, 5, 6, yəni səhv fikirlərdir deyə 65 olur A bəndi. Doğru olmayanı müəyyənləşdir. CD əgər optik diskdir, LCD daimi yaddaş, səhvdir təbii ki də. Monitorun növüdür. HDD sərt diskdir, prosesordur, RAM-dır. Bunlar təbii ki düz verilib. Sonra o biri suala baxaq. Elektron cədvəldə diaqramın hansı diapazonu əsasında qurulduğunu müəyyənləşdir. Və ədədlərə baxaq. Bu 14-ə uyğun gəlir. Bu 8-ə. Bu 6-ya. Bu da 4-ə. 14, 8, 6, 4. Hansı hissə də var yəni bu cədvəldə? 14 elə buradan görünür. 8, 6, 4. Bu diapazona uyğun gəlir. Bu da A2-dən başlayıb D2-də qutarır. Deməli A2, D2 diapazonu olacaq. Sonra Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdir. Deməli, x üstə gəl 3 plus 3 vur y. 4-ü 3-ə vuranda 12, üstə gəldə 1. Deməli, bu eləyir 16. Sonra y-i tapanda 2-ni y-ə vururuq. 2-ni vururuq 4-ə. Üstə gəl x artı x-in dəyişmiş qiyməti 16-dır. Bunu unudur. Çıxaq 2. Bu da eləyir 22. İndi şərt verib ki, x böyüdüm y-dən and bu cəm bərabərdir 5-ə. And olanda bilirik ki, hər iki tərəfdə, yəni şərt ödənməlidir ki, şərt doğru olsun. İndi birinci tərəfi yoxlayım. X 16-da axı 16 böyüdüm y-dən 22-dən yox. Artıq burada yox cavabı almışamsa, heç bu tərəfi yoxlamıram. Çünki dediyim kimi hər iki tərəfdə hər cavabı alınanda şərt ödənir. If ödənmir deyə elifə baxırıq. Ancaq or və ya deməkdir də. Yəni bu və yaxud da bu ödənsə şərt ödənir. Ona görə birinin ödənməyi kifayət edir. Hər ikisi ödənsə də doğrudur. Amma birinin ödənməyi də kifayət edir. Y, yəni 22 böyüdü x-dan, 16-dan, hə. Bu ödəndirsə heç buna baxmıram. Deməli, y-lə x-i toplayıb y-in qiymətini dəyişirik. 16 ilə 22-dir də, yəni x-lə y-in son qiymətləri. Bu da bizə verir 38-i. Sonra printin içində x-lə y-i yenidən cəmləyir. Y yenə dəyişib 38 oldu. Ona görə 22 üstünə xətt çəkirik. 38 ilə də 16-nı cəmləsək 54 alırıq. Mətn redaktorunda kursor deməli, distant təsir ifadəsində T simvolundan sonra dayanıb. Bu hissədə dayanıb. Ardıcıl olaraq 4 dəfə backspace vurulub. 4 dəfə backspace vuranda 4 dənə sola silir. 1, 2, 3, 4. 3 dəfə delete vuranda delete də sağa silir də. 1, 2, 3 silir. Yerdə qalanı yazsam dist qalıb bu tərəfdə. Bu tərəfdə də il. Distil. A bəndi. Sonra əlifbadakı simvollar ardıcıllıqla yəni bunlardan söhbət gedir. Birdən başlayaraq 8-lik say sisteminin 2 rəqəmi ilə şifrələnib. Şifrəsi verilmiş bu ifadə olan R simvolunun sayını tapın.
Birdən başlayaraq 2 rəqəmlə şifrələnmək nə deməkdir? Yəni 8-liyin simvolları əslində sıfırdan başlayır, amma deyir əlifbada 1-dən başlayaraq nömrələ. Deməli buna 1 düşməlidir. Amma deyir 2 rəqəmli kimi göstər. Yəni 1-i mən 2 rəqəmli kimi necə yaza bilərəm? Təbii ki 0-1 kimi. Bu yenə 1-dir də. Sadəcə 2 rəqəmlə dediyi üçün belə göstərirəm. 1-dən sonra 2 gəlir. Bunda 0-2 kimi yazıram. Bir aşağıdan birin üstdən yazaq qarışmasın deyə. Belə yazım da, ki, B-yə 0,2 düşür, C-yə 0,3 düşəcək onda, 0,4, 0,5, 0,6, 0,7. Təbii ki, 0,8 yoxdur da, 8 idi, 7-yə qədərdir. 1-dən 7-yə yazdımmı, sonra 2 rəqəmlilər gəlməlidir. 2 rəqəmli də 10-dan başlayır da. Elə 2 rəqəm ilə ifadə olundu, ona görə yazıram 10, sonra 11, 12, 13, 14, 15, 16, 17. 17-də qutarır, 18 yoxdur da, yəni 8-likdə 8 yoxdur deyə artıq 1 ilə qutardımı 2 ilə başlayan rəqəmlər yazıram. 20, 21, 22, 23, 24, 25, 26, 27. Qutardımı 27-yə kimi. Sonra 3 ilə başlayır da. 3, 30-dur, 31-dir, 32-dir. Deyir, şifrəsi belə bir ifadədir. Olan ifadədə R simvollarının sayını tap. Bunu bir-bir kodlaşdırmağa gərək yoxdur. R burada neçədir? 22, düzdürmü? 22 burada neçə dəfə işlədilib? 22, 22. Deməli, 2 dənə R simvolu var. Vəssalam. Çünki biz bunu onsuz 2-2 ayırmalıyıq da. Hər hərfə 2 rəqəmli bir kod düşüb. Baxın, məsəl üçün 24 nəyin kodudur? T-nın. Bu formada kodlaşdırırıq. Gəlib 22-ni 2 dəfə ayıracam. O da R-nın yəni payına düşəcək. Aralarında bir boşluq simvolu olmaqla ingilis əlifbasının hərflərdən ibarət sözlər girişə verildikdə Python dilində yazılmış proqram nəyi çap eləyər? Input olaraq S-ə bir qiymət verək. Deməli, olsun belə bir sətr. A, S, B aralarında bir boşluq simvolu dediyinə görə yer qoyub başqa bir yenə yazıram. S, tutaq ki, D, A. Boşluq qoyuram, yazıram. B, S, A, D. Belə. Nəyə görə burada böyük A-lar yazdım? Çünki avtomatik proqram bu hissəsinə baxanda fikir verək, nəyinsə A-ya bərabər olduğunu yoxlayır. Deməli, bu sətirdə biraz A hərfləri yazıram ki, mən varianta da baxanda da bilmək olur da, A hərfi ilə başlayan, A ilə bitən sözlər. Deməli, tərkibində A olması vacibdir ki, proqramın təyinatını tapa bilək. Split də bu sətri siyahıya çevirir. Dırnaqda heç nə boşluq verdiyinə görə boşluqları kəsərək çevirir. Deməli, A, S, B-ni 1 götürür, S, D, A-nı 1 götürür. Sonra B, S, A, D-ni də 1 götürür. Daha sonra burada i-nin birinci qiyməti bu siyahının ilk elementi olan ASB olur. Və verib ki, i-də həmin bu sətirdə len i çıx 1, len i 3-dür də, 3-dən 1 çıxanda 2 qalır. Yəni i-də ikinci element a-ya bərabərdirmi? 0, 1, 2. i-də ikinci element b-dir. B bərabərdir a-ya? Xeyr. İkinci dəfə isə i-nin qiyməti olur dırnaqda SDA. Burada da len i bizə yenə də 2-ni verir. i-də ikinci element bu dəfə a-ya bərabərdirmi? 0, 1, 2, bəli. Bərabər olduğuna görə c-ni 1 vaid artırır. 0 idi, 1 olur. Bu bir-bir artırma nə deməkdir? Saymaq deməkdir də. Hər dəfə şərt ödənəndə c-ni 1 vaid artırır, sayır. Deməli, sayma var, amma necə? Yəni sözləri sayır. İndi o birinə də baxsaq, aydın olacaq. Burada tərkibində A var idi, amma saymadı. O bir sözdə isə A ilə bitdi deyə saydım. Çox güman ki, A ilə bitən sözləri sayacaq. O birində də baxaq yenə də. I bərabərdir B, S, A, D. Burada da len bizə 4-ü verir. 4-dən 1 çıxanda 3 qalır da. i-də 3-cü element deyir A-dırmı? 0, 1, 2, 3. i-də 3-cü element gəlib axırıncı hərfə düşür. Deməli, axırıncı hərfin a-ya bərabər olub olmadığını yoxlayır. A-ya bərabərdirsə c-ni artırır. Deməli, a ilə bitən sözlərin sayını tapır. 71 idi bu. 71-də tapdıq. Sonra 72.
Sonra deməli HTML koduna əsasən veb səhifə haqqında doğru fikirləri müəyyənləşdir. Arxa fona rəng təyin olunmuşdur. Arxa fon rəngi bilirik ki, bu iki color atributu ilə təyin olunur. Bəli, var. Nişanlanmış siyahı istifadə olunur. Nişanlanmış siyahı oldu, amma verilməyib, ol verilib. Bu nömrələnmişdir. Cədvəldən istifadə olunur. Cədvəl table tagidir, amma verilməyib. Bu da səhvdir. Keçid olunmuş istinadlara rəng təyin olunmuşdur. Keçid olunmuş istinad budur. Deyir, buna rəng təyin olunmuşdur. İstinada rəng əslində verilməyib, amma istinadın baxdıqdan sonraki rəngi, bəli, verilib. Belə bir kod verilib. Yəni, bu link var. Web səhifədə əks olunacaq mətnlərə rəng verilib. Mətnə rəng verilməyib. Ya font tagi verilməli idi ki, orada coloruna mətnə rəng versin. Ya da body taginin daxilində text verməli idi ki, mətnin rəngi dəyişsin. Heç biri yoxdur. Onda 1-4 olur elə. Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdir. Deməli, remove 3'ü silir. Yəni, remove bilirik ki, elementin birbaşa özünü silir. Qalır 1, 4, 5, 6, 7. Insert 3 verilib. Yəni, 3-cü yerdən 0, 1, 2, 3 kimi yazsaq, 3-cü yerdə dayanan element 3 olmalıdır. Onda belə alınır da 1, 4, 5, 3, 6, 7 bu formada. Yəni 0, 1, 2, 3 kimi nömrələnəndə, bəli, 3-cü yerdə dayanan element artıq 3 olmalıdır, yəni. Sonra l.append 3. Bu siyahıya bir dənə 3 əlavə eləyir. Olur 1, 4, 5, 3, 6, 7, 3 kimi. Sonra len 3'dür. Len dırnaqda 3 verib. Yəni, dırnaqda 3 sətrində neçə dənə simvol var? Elə bir dənədir də. Len axı simvollar sayır. Bu sətirdə bir dənə rəqəm var, ona görə 1 olur. Eldə onda birinci elementi delete, yəni silirik. 0, 1 kimi nömrələyəndə birinci element 4 olur. Bunu silsəm, 1, 5, 3, 6, 7, 3 qalır. Sonra deyir, sum l qoşa nöqtə 3. 0, 1, 2, 3 kimi nömrələyəndə 0-dan 3-ə qədərki simvolların cəmini tapır. Təbii ki, bilir ki, bu halda 3 özü daxil deyil. 0-dan 3-ə qədərki simvollar 1, 5, 3'dür. Bunları da cəmləyəndə alınır 9. Olur Y bəndi. Verilənlər bazasının şagirdlər cədvəlinin fraqmentinə əsasən bu sorğunun nəticəsində hansı yazıların aidiləri çıxar? Mötərizə olanda bilirik ki, mötərizənin içərisini birinci hesablamalıyıq. Sonra məntiqi əməllərdən notdur, sonra enddir, sonra da origin olunur sırası ilə. Notu saxlayaq hal-hazırda. Burada bir dənə böyük mötərizə var, onun da içində yenə mötərizə verib. Bu mötərizələri saxlayıram. Yaşı 17 olanlar 1-dir, 3-dür, 6-dır, 7-dir. Sonra end verilib. Sinifi 11 olanlar 1, 2, 4, 6, 7'dir. Sonra verilib or. Yəni, hər şey olduğu kimi saxlayıram da, sadəcə rəqəmləri düzürəm. Not. Sonra yenə mötərizə verib ki, nəticəsi 90-dan kiçik olanlar. Kiçik olanlar 1-dir, 2-dir, 5-dir, 6-dır. Bir baxaq. Birinci bu mötərizənin içərisi hesablanmalıdır axı. Notu yenə saxlayıram, çünki bu bütöv mötərizənin qarşısında verilib. Burada da bir böyük mötərizə bağlanıb. Həm burada var. Deməli, böyük mötərizəni açıram. Bu mötərizənin içərisini hesablayıram. End kəsişmə olduğuna görə ortaq olanlar 1-dir, 6-dır, 7-dir. Sonra or. Notda inkar eləyir də, bunların əksi olmalıdır. 1, 2, 5, 6-nı çıxsaq, 3-dür, 4-dür, 3-dür, 4-dür, 7-dir. Not. İndi bunları birləşməsini tapsaq, 1, 3, 4, 6, 7 olur. Təzədən böyük mötərizəni inkar edəndə bunların əksi deyir. Yəni 1, 3, 4, 6, 7 olmasa, yerdə nə qalır? 2 qalır, 5 qalır. Onda A variantı olur. Deməli, sonra bu neçə idi? 74. Bundan sonra yoxdur. 75 yuxarıdadır elə.
Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Mhm. List sətri siyahıya çevirir. Hər bir simvolu bir-bir götürərək. Yəni, bu formada hər birini bir-bir götürəcək. Mən bunu belə yazıram, amma təbii ki, imtahanda bunu bir-bir belə yazmağa gərək yoxdur. Onsuz da bilinir ki, bunlar hər biri siyahıda bir simvol olacaq, yəni. Daha sonra i0-dır, eğer belə bir sətir verib və verilib ki, while i kiçikdir ln s-dən, i0-dır da 0 kiçikdir ln s-dən. Ln-dəki 1, 2, 3, 4, 5, 6, 7, 8-dir. Bəli, ödənir. S-də i-inci, yəni 0-cı element deyir. Fərqlidirmi DS işarəsindən? S-də 0-cı element nömrələsək bu formada. Dırnaqda 2-dir. Bəli, fərqidir. Şərt ödənir deyə eri hesablayır. Er bərabər, er üstəgəl. Yəni boş sətir plus STR i. Hə, i-nin qiyməti burada həmin o elementin indeksidir. Yəni onu götürür, sətir tipinə çevirir. Məsəl üçün dırnaqda 2 idi də, onun indeksi 0-da axı, həmin o 0-ı götürür, sətir tipinə çevirir, cəmləyir. İfadəlib deyə elsə baxmırıq, bir də i-ni bir vaid artırırıq. 0 idi, yəni i-nin qiyməti başda oldu 1. Növbəti dəfə 1 kiçikdirmi 8-dən, hə? S-də yəni birinci element fərqidirmi DS işarəsindən? Bəli, S-də birinci element dırnaqda 0-dır. Bu da fərqi olduğuna görə yenə bunu hesablayır. R bərabər R üstəgəl. Yəni dırnaqda 0 üstəgəl. STR i. Dedib ki, bunu i-ni həmin bu 0-ın indeksidir də, bir i-nin qiyməti 1 idi axı. Onu sətir tipinə çevirir. Deməli, belə anladım ki, DS-dən başqa da, yəni DS-i çıxmaq şərti ilə qalanlarının indekslərini sətir tipində cəmləyir. Görək, DS olanda yəni nə iş görəcək? Üçüncü dəfə artıq DS-dir elə. Buraları silək. Üçüncü dəfə i-nin qiyməti, yəni burada i plus 1 ilə 2 olur, 1 vaid artır. 2 olanda 2 kiçikdirmi 8-dən, hə? S-də ikinci element deyir, fərqlidirmi DS-dən? S-də ikinci element DS-dir, yəni DS DS-dən fərqli deyil. Əks halda R bərabər S-də i-inci element. Yəni S-də ikinci element plus R-i hesablayır. S-də ikinci element DS-dir. Üstəgəl R-də dırnaqda 0,1-dir. Deməli, DS olanda özünü saxladı da. DS-i saxlayır. Amma qalan simvolların isə indekslərini sətir tipində cəmləyir. Onu da götürək belə. Növbətidə 3. 3-ün indeksi nədir? Elə 3 düşür, eləmi? Deməli, üstünə gəlirəm 3-ü sətir tipində. Edib ki, bunu ilə dırnaqda 3-ü toplasam nə olacaq? Birləşib belə yaranacaq da. Birbaşa yazdım. Sonra 0-ın indeksi 4-ü buna birləşdirəcək. DS olanda amma özünü toplayır. Sadəcə burada yerlərini belə verir, fərqli. S-də i-inci element. Burada i-nin qiyməti 5 olanda S-də 5-ci element DS-i verir. DS-in üstünə eğri gəlirik. Bax bunu. Yəni bir növ tərsinə toplayır da. Ona görə əvvələ düşür o DS. DS olur 0, 1, 3, 4. Qalanlarını isə yanaşı toplayacaq. Yəni bu 1-in indeksi 6, 0-ın indeksi də 7-ni yanına yazacaq. Olacaq ondan. Və əslində buradan da görünür bir neçə qiymətdən də. Mətn informasiya çevrilməsində 2 əməliyyat icra edilir. Kodlaşma standartı ASCII-dən 65536 simvollu əlifbaya dəyişdirilir. ASCII-də bilirik ki, bir simvol 8 bitdir. 65536-da 2 üstü 16-dır da. Burada da bir simvol 16 bit yer tutur. 2 üstü n düsturuna görə n bir simvolun yaddaşda tutduğu yerdir. Sonra deyir, simvolların sayı da 4 dəfə azaldılır. Mətnin həcmi necə dəyişir? Bilirik ki, mətnin həcmini tapanda simvol sayını n bitə vururuq. Bu bizə həcmi verir. N bit 8-dən 16-ya dəyişibsə, bu 2 dəfə artıb da. 2 dəfə artıb. Simvol sayı isə 4 dəfə azalıb. Bilək ki, həcm x idi də. Bu x-i 2 dəfə artıranda 2-yə vururam. 4 dəfə azaldanda 4-ə bölürəm. Burada da x bölü 2 alınırsa, ümumi nəticə 2 dəfə azalmış olurdu onda. Alqoritm icrası nəticəsində S dəyişəni hansı qiyməti çap olunur? Deməli,
Burada A-nı verib 23, B 34, S-də 10. A kiçikdirmi? 23 kiçikdirmi 177-dən? Bəli. Onda S bərabər S üstəgəl B. S-in qiyməti 10-dur. Deməli, B-nin qiyməti də 34. Toplayanda alırıq 44. Sonra B-dən 1 çıxır. 34 idi, 33 olur. Oxun istiqaməti ilə geri qayıtsaq, A bərabər A üstəgəl S-i hesablayır. A 23'dür, S də 44'dür. Bunları da toplayanda alırıq 67. Geri qaydanda ikinci dəfə dövr eləyəcək. A 67 olduğuna görə 67 kiçikdirmi 177-dən? Bəli. Yenə ödənir deyə S-i bir də hesablayır. S üstəgəl 44 üstəgəl B 33. Bu bizə verir 77-ni. B-dən 1 çıxırıq. 33 idi, 32 olur. Geri qaydanda A-nı hesablayırıq. A deməli neçə idi? 67, S də 77. Bunları da toplayanda alırıq 144. Bir də geri qayıdır 3-cü dəfə. 144 kiçikdirmi 177-dən? Hə. Deməli bir də dövr eləyir. S bərabər S üstəgəl B. 77 üstəgəl 32. Bu bizə verir 109'u. B-dən 1 çıxanda 31 qalır. A da bərabər A üstəgəl S-dir. A-nın qiyməti 144 idi, S-in qiyməti 109. Heç bunu hesablamıram. Çünki bura gəlib qaydanda bu cəm 200 neçə eləyir də. Bu 177-dən kiçik deyil axı. Yox, qoluna gəlir, onda S-i çap eləyir. S-in daxilınci qiyməti 109 olur. Olur B bəndi. Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdir. Int n. N-i tam tipə çevirəndə, yəni nöqtədən sonranı atır da bir sözlə 33 olur. Sonra n-in 4-ə bölünməsindən alınan tam hissə. Bu n-i 4-ə böləndə tam 8 dəfə düşür. N-in yeni qiyməti 8 olduğuna görə bunu unudur artıq. Yeni qiymətlə davam edir də, yeni qiymət vermiş yenə. N-i 7-yə böləndə qalıq. S-i 7-yə böləndə qalıb 1 düşür. Int verilib x üstü 3'də 1. X 1 idi axı. 1 üstü 3'də 1. Kök altında 3-cü dərəcədən 1 deməkdir. Bundan da 1.0 çıxır da. Bunu da tam tipə çevirəndə 1 olur. Sonra verilib ki, SQ dəyişəni 1'dir də. 1 üstü 2 vur 3. 1'in kvadratı 1'dir. 3'ə vuranda da elə 3 alır. Sonra str y. Y 33 idi. Bunu sətir tipinə çevirəndə dırnaqda 33 olacaq. Bunu vuracaq. Həmin bu r-in 3'ün 3'ə bölünməsindən alınan tam hissəyə. Yəni 3'ü 3'ə böləndə tam hissə ilə 1 düşür. Ədədi sətrə vuranda da ədəd qədər elə sətir qaytarır. Yəni dırnaqda 33 qalır. Sonra bunu hesablasaq k, yəni dırnaqda 33 idi də. Üstəgəl str r-ə. R də 3 idi. Bunu dırnaqda 3 olacaq da sətir tipinə çevirir. İki sətiri də toplayanda birləşmə olur. Print də dırnaqları ataraq 3 dənə 3'ü çap edir. Avtomatik qurğu bu qədər ölçülü raster təsvir yaradır. Bu təsviri sürəti 220 bit bölü saniyə olan rabitə kanalı ilə 14 saniyəyə ötürüldüyünü bilərək palitrada olan rənglərin sayını tap. Deməli, şəklin həcmi bilirik ki, m vur n vur i bit bərabər həcm düsturu ilə tapılır. Piksellərin sayı 2 üstü 10 vuraq, 2 üstü 11'dir. Rəng dərinliyi isə məlum deyil, saxlayırıq. Şəklin həcmini isə bilmirik də. Bu da qalır. Bizə bunu soruşur. Bunu tapmalıyıq ki, rəng sayını tapa bilək. Bir digər tərəfdən də sürət və zaman verildikdə həcmi belə tapırıq axı Q bərabər VT ilə. V 220'dir sürəti. Zaman da 14 saniyə. Hər ikisi əsas ölçü vahidi verib deyə çevirmirik. Qalır onda bitnə. Bu da həcmdir, bu da həcmdir. Onda iki həcm düsturunu bərabərləşdirib buradan i-ni tapmaq olar. Bu 2 üstü 10 vur 2 üstü 11, 2 üstü 21'i verir. Vurulsun i bit bərabər olur. 2 üstü 20 vuraq 14'ə. Burada da i-ni tapanda 2 üstü 20 vur 14'ü 2 üstü 21'ə bölsək, qalır 7. 7 rəng dərinliyidir. Rənglərin sayı isə 2 üstü ilə tapılır da. Rəng çaları və yaxud rəng sayı eyni şeydir. 2 üstü 7 də onda bizə 128 verir. Olur C variantı.
Onluq say sistemində verilmiş bu ədədin 8-likdəki təsviri hansı rəqəmlə başlayar? Bu ikisini ayrı-ayrı çevirib hasilini tapaq. 20-ni onluqdan 8-yə çevirəndə 2 dəfə qalıq 4. Qalıqları axırdan əvvələ düşsə 24 alırıq. Bu biri. Bunu çevirəndə bu artıq qüvvət üstü kimidir də. 32 2 üstü 5'dir. Üstü də 25 yazsaq 2 üstü 125 alırıq. Bilirik ki, qüvvət üstü ədədləri say sisteminə çevirən zaman həmin say sisteminin qüvvəti yaradırıq. 2 üstü 125-dən 8 üstü nəsə yaratmaq üçün 2 üstü 3 kimi göstərirəm əvvəlcə. Burada 8 yaranacaq. 125-i də 3-ə böləndə 4, 41 dəfə düşəcək də. Bu ev ki 125-də 3. 3 vur 41 bu isə 123'ü verir axı. 125'e tamamlamaq üçün bir də vur 2'nin kvadratı yazılır. 4 vuraq 8 üstü 41 yaranır. Bilirik ki bu halda 4 yanına nə qədər 0 artırılır? 41 dənə. Yəni say sisteminin qüvvəti qədər 0 yazırıq. Bunu vurur 24'ə. 4'ə vuranda nəzərə alaq ki 8-də yəni vurmadı. Sıfırlar burada yaranır. Nə qədərsə 41 dənə. 4'ü 4'ə vuranda 16 eləyir. Axı 16 8-də yoxdur. 16-nı 8-ə ki bölürük. Qalıq 0 düşür də. Həmin o 0'ı yazırıq. 2 yadda olur. 2 yaddanı əvvələ atırıq. İndi bu 2'ni vuranda burada 41 dənə 0 var idi də. Buradan başlasam əgər gəlirəm 41 dənə 0'ı tamamlayıram. 2'ni də 4'ə vuranda alıram deməli 8. 8 də 8-likdə yoxdur deyə bunu da nə kimi göstəririk? 0 yazırıq bir yadda da 8 8'ə böləndə qalıq düşür 0. 0 yazırıq deməli bir yadda. Bunu da toplayanda 1, 2 və s. belə alınır. Bizə deyir ki, ədəd hansı rəqəmlə başlayır? Onda 1 ilə. A'dan P'yə G'dan keçib M'dan keçməməklə neçə yolla getmək olar? Deməli, M'dan keçməməlidirsə, M'ya gələn yolları bağlayırıq. Bir də M'dan çıxanları bağlayırıq. M'dən keçməməlidir çünki. Bir də deyir, G'dan da mütləq keçməlidir. G'dan da keçməlidirsə, G'ya getməyən yolları onda bağlayım da. Məsəl üçün, A, D, S ilə getsəm G'ya gələ bilmirəm. Ya B, S ilə lap davam edeyim. S-dən G'ya getmək olmur. Onda A, B yolu da avtomatik bağlanır. Çünki bu yolla gəlib G'ya heç cürə getmək olmayacaq. G'ya gələn yollar bir sözlə deyək də, yəni G'ya gələn yolları, bir də G'dan çıxan yolları saxlayırıq, qalanları bağlayırıq. Və bu yol G'ya gəlmir. Bu yolda getmir G'ya. Bu da həmçinin. Bunlar heç biri G'ya getmir. Nədir? G'dan çıxmır. G'ya gələn bircə dənə yol var, çıxanda 2 dənə yol var. Əslində buradan görünür heç, yəni o bir üsulu ilə yazmasaq da var. Neçə yol var burada? Yəni A'dan nəyə deyirdi? P'yə. Və A, D, S, O, P. Bu bir yol. A, D, G, L, O, P. Bu 2 yol. A, D, G, L, P. Bu da 3 yoldur. Amma yenə də tapmaq üçün adi qayda ilə A'dan D-yə bir til gəlir, bir çıxır. D-dən də bir til çıxır. G-dən çıxan tillərə də bir yazıram. C-yə bir gəlir deyə bir çıxır. L-ə bir gəlir deyə bir çıxır. O-ya 2 dənə gəlir deyə 2 çıxır. 2 plus 1 3 eləyir. Olur B variantı. İ 1 verilib. 1 kiçikdir, bərabərdirmi ondan həm n bərabərdir n vuraq i-yə. 1'i 1'ə vurur, elə 1 alır da. Və şərt verib ki, S-də n-lərin sayı, yəni 1'lərin sayı bir dənədirmi? S-də də 1 var, bəli, elə bir dənədir. Şərt ödənir, onda K-nı hesablayır. 1 idi, üstünə də 1 gəlib 2 alır. Sonra ikinci dəfə, burada i də 1 var idi artır, 1 idi, 2 olur. 2 kiçik bərabərdirmi ondan? Hə, n bərabər olur, n vuraq i-yə. 1'i bu dəfə 2'yə vurur, 2 alır. Bəs 2'lərin sayı S-də bir dənədirmi? 2'lərin sayı da bəli bir dənədir. Ödənir deyə K-nı yenə artırır 1 vaid. i də 1 artır 3 olur. Sonra
Ben buranı sileyim. Üçüncü dəfə i3 idi də. 3 kiçik bərabərdirmi ondan? Hə. N bərabər olur n vuraq i-yə. N nə idi? 1 vur 2 idi də. Yəni mən özüm belə yazdım. Əslində 2 də elə 1 vur 2 2-ni verir. Bunu təzədən nəyə vurur? i-yə, yəni 3-ə. Bax fikir verin. Burada 1 vur 1 1 faktorial idi elə. 1 vur 2 2 faktorial. Sonra bu 1 vur 2-ni 3-ə vuranda nə verir? 3 faktorial, yəni 6-nı. Deyir 6-ların sayı bir dənədirmi? Altıların sayı neçə dənədir siyahıda? Elə bircə dənə. Bəli, altıların sayı bir dənədir deyə k-nı yenə bir vahid artırır, 4 olur. Deməli, bu hər dəfə, məsəl üçün, bir dəfə 2 faktorialdırsa, o bir dəfə 3 faktorialın siyahıda bir dənə olduğunu yoxlayır. Bir dənədirsə, k-nı bir vahid artırır. Deməli, 3 faktorialdan sonra növbəti dəfə 4 faktorial alınacaq da. 4 faktorial nəyi verir? 24-ü. 24-ün sayı siyahıda bir dənədirmi? Bəli, bir dənədir. Onda k-nı bir vahid daha artıracaq, 5 olacaq. Sonra 4 faktorialdan sonra 5 faktorial olacaq. Bu eləcə 120. 120-lərin sayı siyahıda bir dənədirmi? Bəli, bircə dənədə təkrar yoxdur. Ödənir deyə k-nı yenə artırır. 5 idi 6 olur da 1 artır k. Sonra 5 faktorialdan sonra 6 faktorial olacaq. Bu 720-ni verəcək. 720-lərin sayı bir dənədirmi? Bəli, k-nı yenə artıracaq. Artıq növbəti dəfə 7 faktorial, 8 faktorial və s. yəni bunlar yoxdur da siyahıda belə ədəddə. Ona görə elə k ancaq 7-də qalacaq yəni. Sonra alqoritmin icrası nəticəsində A dəyişəni 67 qiyməti almışdı. Yerinə yetirilməsinə qədər B-nin qiyməti neçə olmuşdu? Yəni B-nin ilk qiymətini soruşur. B sual A bərabər 12, A bərabər B üstəgəl A üstəgəl 2, B bərabər B üstəgəl 4, A da bərabər 2B plus A. Nömrələyək. Bax, bu hələ ki B-nin birinci qiymətidir də. Bu da A-nın birinci qiymətidir. Burada A bərabər nəsə yazılıb. Deməli, bunları toplayanda A yeni qiymət alır, axı dəyişir. Bu artıq A-nın ikinci qiyməti olur. A-nın ikinci qiymətini alanda B-nin birinci qiyməti ilə A-nın birinci qiymətini toplayırıq da. Və burada da B bərabər nəsə yazılıbsa B dəyişir. Birinci qiymətdən sonra ikinci qiymət alır. Bu kvadratı deyil, ikinci qiymət deməkdir. İkinci qiymətini alanda B-nin əvvəlki qiyməti üstünə 4 gəlirik. Sonra A-nın neçənci qiyməti olur? 1, 2-dən sonra artıq üçüncü qiymət alır. A-nın üçüncü qiymətini alanda B-nin son qiymətini, yəni ikinci qiymətin üstünə A-nın son qiymətini, ikinci qiymətini gəlirik. Çünki alqoritm son qiymətlərlə davam edir də proqrama. İndi yuxarıdan aşağıya doğru, aşağıdan yuxarıya doğru yerinə yazaraq tənlik kimi həll eləyək. Deyək ki, A-nın sonuncu qiyməti 67 olub. Yəni bu 67-dir. Bu bərabərdirsə 2B2 üstəgəl A2-yə 67 bərabər 2B2-nin yerinə bax bunu yazıram. 2 vuraq, onda B1 plus 4 eləyir də üstəgəl. A2-nin yerinə də bunu yazıram. B1 üstəgəl A1-in qiyməti var da 12-dir. Yazaq 12. Üstəgəl bir də 2. Buradan da 67 bərabərdir 2B1 üstəgəl 8. Üstəgəl B1 üstəgəl 14-ə. 3B1 əgər deməli neçə eləyir? 8, 14, 22, 67-dən də 22 çıxanda 45. B1 də olur 45 bölü 3, 15. Deməli, B-nin soruşurdu da ilk qiyməti, bəli, olur 15. Verilmiş qrafda tillərin sayı x, qonşuluq matrisindəki sıfırların sayı y ilə işarə edilmişdir. X üstəgəl y-in cəmini tap. Bu əlaqəli qrafdır. Çünki istiqamət verməyib tillər arasında. Təpələr arasındakı tillər, yəni istiqamətli deyil. Əlaqəli olanda da, yəni qonşuluq matrisində birlərin sayını tapanda bilirik ki, tillərin sayı 2-yə vurulur. Əvvəlcə tilləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17.
17 dənə til varsa, artıq bu 2-yə vurulur da birlərin sayı tapanda. Çünki məsəl üçün bu A təpəsi olsun, bu B. A-dan B-yə cədvəldə qonşuluq matrisində 1 yazıram. B-dən də A-ya 1 yazıram. Bax, eyni bir til cədvəldə 2 dəfə 1 ilə ifadə olunur. 17 dənə til var idi da burada. Deməli 17-ni də 2-yə vururam, 34 dənə 1 alıram. Bu niyə tapdım? Çünki verib ki, sıfırların sayı y ilə ifadə olunub, y-i tapmaq üçün. Biz sıfırları necə tapacağıq? Tutaq ki, bu A, B, C belə hərflərlə işarələnib də, belə bir cədvəl quranda, matris quranda da, burada neçə təpə varsa, həmin təpənin kvadratı qədər xana olur axı. Məsəl üçün, neçə təpə var sayaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 təpə burada da yazılır, burada da. 15-in 15-i bir cədvəl olur da. 15-i 15-ə vuranda da 225 eləyir. 225 xanadan əgər 34-ü 1-dirsə, onda 191 dənəsi 0 eləyir. İndi deyir x ilə y-in cəmini tap. X til sayı idi. Tillərin sayı 17-dir. Bu 34 birlərin sayıdır o heç. Tillərin sayı 17-nin üstünə 191-i gəlirik. Bu da eləyir 208. Deməli. Verilib ki, bu sətirdə harda A var, yəni böyük A var, yerinə kiçik A yazılsın. Burada boşluq varmı, yoxmu? Bilmədim. Bu hissədə. Deyəsən var. Boşluq varsa B, A ümumiyyətlə böyük A-lar kiçik A-ya çevrilir də. Yəni böyük A-ların yerinə kiçik A yazırıq. Bilmədim, burada boşluq var ya yox. T, R, A, M, I belə qalır. Yəni çevrilir. Böyük A-lar harda böyük A var, yerinə kiçik A yazır. Sonra x1-i tapaq. Verilib ki, A-da P-nin indeksi 0, 1, 2, 3, 4 gəlir, 4-ə düşür. Bilirik ki, hərfdən bir neçə dənədirsə, simvoldan 2-3 dənədirsə, ilk gördüyünün indeksini götürür. Yəni 4-ü. 4 üstə gəl. B-də 2-dən sonra bunu 0, 1, lap 2 boşluğa tutaq ki, düşdü də. Bundan sonraki A-nın indeksi. Yox, boşluq olsa da onda düz gəlmir axı. Bilmədim, boşluq var ya yox. Boşluqsuz hesablayım görüm. 0, 1, 2, 3, 4. Onda 4 üstə gör, 4, 8-i verir. A üstə gəl B. A üstə gəl B, budur da ikisinin cəmi. Yəni, bunların birləşməsində, bunu ilə bunun birləşməsində A-ların sayı. Burada heç A yoxdur, burada isə 2 dənə A var. Bu eləyir 2 üstə gəl. B-də 3-dən sonraki simvolların sayı. 0, 1, 2, 3 buydu da. 3-dən axıra qədər simvolların sayı da 4 eləyir. Bu da verir 6-nı. 8 üstünə 6 da 14 eləyir. Boşluqla hesablayanda da neçə alırıq? Nəysə, çox beyin qarışdırmıram. Bilmirəm, boşluq var ya yox. PDF-də tam bilmədim. Məncə yoxdur. Boşluq yoxdursa 14-dür. Boşluqla yoxlamadım daha. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bir dənə def mütləq olmalıdır da onsuz. Deməli, aşağı hissədən hesablasaq, i-nin qiyməti 1-dən len elə qədər dəyişir. Len l-də 1, 2, 3, 4, 5, 6, 7, 8 eləyir. Deməli, i-nin birinci qiyməti olur 1. Və şərt verib ki, əgər f funksiyası 1-ə bərabərdirsə, s-i hesabla. F-də də nə verilib? L-i. L-də birinci element, L-də i çıx 1, 1 çıx 1-də 0 verir də. Deyir, bu bərabərdirmi 1-ə? L-də birinci element 24-dür də. 24, sıfırıncı element də 16-dır. Deyir, bu bərabərdirmi 1-ə? Bunu bu hissədən tapmalıyam. 24, 16. Y burada 16 olur, x də 24. İndi y 16 fərqidirmi 0-dan? Hə. T bərabər x-o y-ə böləndə qalıq 24-ü 16-ya böləndə qalıq 8 düşür. X bərabər olur y-ə, yəni 16-ya. Y də t-yə bərabər olur 8-ə.
Buradan geri qaydanda əvvələ y8-də axı fərqlidirmi sıfırdan həm? T bərabər olur x-i y-ə böləndə qalıq. 16-nı 8-ə böləndə qalıq 0 düşür. X bərabər olur y-ə 8-ə, y də bərabər olur t-yə 0-a. Sonra geri qayıdır. 0 fərqlidirmi sıfırdan? Xeyr. Şərt ödənmir deyə dövrdən çıxır. X-in 8 qiymətini geri qaytarır bu funksiyaya. Funksiya 8-dirsə, onda burada belə bir şey alınır ki, 8 bərabərdirmi 1-ə? Xeyr. Məntiqlə fikirləşirəm ki, 24 ilə 16-dan 8 nə kimi çıxa bilər? 24 ilə 16-nın nə idi məsəl üçün 8? Əkob kimi görünür. İndi əkobu belə çıxır ki, 1 olanda S hesabla görək. Hələ ki, bu ilkin fikir kimidir. O biri üçün yoxlayaq. Bir də yəni yoxlayaq bu prosesi. Burada i-nin bir qiymətindən sonra i2 olur. i2 olanda alır ki, f-dən L2 bir də L1. Elde ikinci element 25'ti, birinci element də 24'dür. Hə, məsəl üçün bunların əkobu 1-dir də. Ortaq bölən yoxdur. F25 24'ü buradan tapaq. Əgər 1 alsam biləcəm ki, əkob üçündür. Burada hesablayıram. 25, 24 aldıqda. Onda y 24, x 25, y 24 fərqidirmi sıfırdan? Hə. T bərabər olur x-in y-ə bölünməsindən alınan qalıq. 25, 24-də qalıq 1 düşür. X bərabər olur y-ə 24-də, y də bərabər olur t-yə 1-ə. 1 fərqidirmi sıfırdan? Hə. T bərabər olur x-i y-ə böləndə qalıq. 24-ü 1-ə böləndə qalıq düşür. Bir dəqiqə, x-i y-ə böləndə qalıq. X bərabər olur y-ə. X bərabər olur. Hə də 24-ü 1-ə böləndə qalıq 0 düşür. Prosta bir alınma da görək. X bərabər olur, deməli y-ə 1-ə, hə yox x-i qaytarır, hə düzdür. X 1 olur, y də bərabər olur t-yə 0-a. Üçüncü dəfə y 0-da axı 0 fərqlidirmi 0-dan? Yox, cavabı alıb dövrü bitiririk. X-i qaytarır. Elə bildim y-in qiymətini geri qaytarır. X 1-dir də, 1-i geri qaytarır bu funksiyaya. Bu funksiya 1 olanda da 1 bərabərdirmi 1-ə? Hə alırıq. Onda S-i hesablayır. S üstə gəl. Deməli 0 üstə gəl. F-də i-inci, yəni ikinci elementlə, daha doğrusu L-də yəni ikinci elementlə, L-də 2 çıx 1. Yəni birinci elementin cəmi. İkinci element 25 idi, birinci element 24. Deməli, belə çıxır ki, əkobu 1-dirsə cəmləyir. Əkobu 1-dən fərqlidirsə cəmləmir də. Onda 25 ilə 24-ü götürəcək. Sonra 25-24 olacaq. Bunların cəmini götürəcək. Sonra 25 ilə 40-ı müqayisə edəcək. Hər yenisini özündən sonrakine. 25 ilə 40-ın ortaq böləni var. Bunları götürməyəcək. 40 ilə 42-nin də ortaq böləni var. Ortaq böləni çıxmasın da, yəni. 42 ilə 43-ün yoxdur. Bunları götürəcək, cəmləyəcək. 43 ilə 86 var. Elə 86 43-ə bölünür. 86 22 də var. Deməli, bunlar olacaq elə. 25 ilə 24 49 eləyəcək. 42 ilə 43 də 85 eləyəcək. Bunları toplayanda da 134 alınacaq. Sistem proqram təminatına aiddir arxivatorlar, bir də xidməti proqramlar, tətbiqiyə aiddir nəşriyyat sistemləri, bir də qrafik redaktorlar, proqramlaşdırma alətlərinə də translyatorlar. Hərf və rəqəm simvollarından ibarət sətr klaviaturadan daxil edilir. Sətri daxil eləmək üçün yazırıq bir dənə n bərabər input. Ümumiyyətlə, yəni belə misallarda hərf və rəqəm varsa, ümumiyyətlə rəqəm yəni sətirdə varsa,
Ayrıca mütləq bir sətir götürüb orada rəqəmləri yazmalıyıq. Çünki sətirlərlə bağlı proqramlarda içində rəqəm varsa mütləq ayrıca bir sətirdə rəqəmlər götürülür. Deyir, bu sətirdə olan sonuncu rəqəm simvolunun indeksini çapa ver. Məsəl üçün, sətir belədir də. A, B, 1, C, 3, D, 4, F, A tutaq ki. 0, 1, 2, 3, 4, 5, 6 kimi nömrələyəndə axırıncı rəqəm simvolunun indeksi 6 olur. Və əvvəlki videolarda, yəni baxmısınızsa, qeyd eləmişdim ki, sətir və ya siyahı fərq etmir. Hər ikisində əgər indeksi götürmək varsa, məsələdə indeks sözü varsa, bu yazılışdan istifadə edilir. For i in range 0-dan len n-ə qədər. Bu yazılışda i-nin qiymətləri həmin sətrin simvollarının indeksi olur. I-nin qiyməti birinci 0 olur. Birinci indeks. Sonra 1 olur. O biri indeks. Ta ki len n-ə qədər bütün indeksləri götürür. Çünki len bir vahid indeksdən çoxdur axı. Onu da özünü götürməyəndə axırıncı simvolun indeksinə düşür. İndeksləri belə götürürük. Elementi də belə göstərəcəyik də. N-də məsəl üçün 0-cı elementi nəyi verir? Dırnaqda A-nın. Rəqəm olub-olmadığını yoxlamaq üçün A-ya daxil olub-olmadığını yoxlayacağım. Əgər bu A-ya daxildirsə rəqəmdir. Çünki rəqəmlərin hamısı bu sətirdə var. Da şərt verirəm ki, əgər N-də i-nci elementim, yəni elementin özü daxildirsə A-ya daxildirsə indi nə etməliyik? Deyir ki, həmin o sonuncu rəqəm simvolunun indeksini götür. Onda indeksini götürməliyəmsə, bir dənə B bərabər i yazımda. Çünki onsuz da birinci dəfə harda şərt ödənəcək? Bu hissədə. i-nin qiyməti 2 olanda n-də ikinci element nədir? Dırnaqda 1-dir. Dırnaqda 1. Budur da. Daxildirmi A-ya? Hə. B-ni i-yə bərabər götürəcək. Həmin o simvolun indeksinə. Olacaq B2. Sonra gəlib burada ödənəcək də şərt. i4 olanda n-də 4-cü element daxildirmi A-ya? Dırnaqda 3 A-ya daxildir. Onda B-ni i-yə bərabər götürəcək. Yəni həmin o simvolun indeksinə. 2 idi, dəyişdi 4 oldu. Beləliklə gəlib axırıncı rəqəmin indeksini götürəcək axı bu B. Və burada da i-nin qiyməti 6 olanda ödənir şərt. Çünki n-də i-nci element daxildirmi A-ya? Hə. Onda deyir B-ni i-yə bərabər götür. Yəni həmin o 6-ya. Yəni axırıncı rəqəm simvolunun indeksini B götürür. Dövrdən çıxıb yazırıq print B. Girişə n natural ədədi və n sayda həqiqi ədəd verilir. Bu ədədlərdən müsbət olmayanların sayını çıxışa verən blok sxem qur. Ümumiyyətlə, n ədədi girişə verilirsə, bir dənə daxil edirik n-i. Məsəl üçün, n tutaq ki, 100-dür də. Deyir ki, girişə 100 natural ədədi daxil edir və 100 dənə də ədəd daxil edilir təzədən. Yəni, birinci 100-ü daxil eləmişəm. 100 dənə də ədəd daxil etməliyəm, həqiqi ədəd. Məsəl üçün, birinci dəfə daxil edirəm 20. İkinci dəfə daxil edirəm -30, həqiqi ədəddir də. Üçüncü dəfə 0, dördüncü dəfə 2, 10-da 5, həqiqi ədəddir, fərqi nədir? Deməli, bunu neçə dəfə daxil edirəm? 100 dənə. Deməli, bu 100 n əslində dövrlərin sayını ifadə edir. Dövrdə neydə başlayır? 1-də. Ki, birinci dəfə 20 daxil eləmişəm. Dövrün başlanğıcını yazırıq əvvəldə. İndi baxırıq ki, bizdən nəyi soruşur? Müsbət bu həqiqi ədədlərdə müsbət olmayanların sayını. Say üçün də əvvəldə bir dənə 0 dəyişəni götürürük. Bunu da əvvəlki videolarda izah etmişəm ki, saydı, cəmdə olanda əvvəldə bir dənə 0 götürürük k-nı. Sonra şərt bloku çəkirik ki, dövr hara qədər gedir? 1-də başlayır, 100-də qutarır da 100 dəfə dövr gedir. Ona görə x bərabər 100 yazırıq. İndi ədəd daxil etməliyəm. Bu 20-ni daxil eləməliyəm birinci dəfə. Ona görə bura yazıram bir dənə x. İndi bu x-ların da içərisindən nəyi soruşur? Deyir, müsbət olmayanların sayını tap. Müsbət olmayan nə deməkdir? Ya mənfidir, ya da sıfırdır da. Onda belə göstərim. Əgər bu x kiçikdir, bərabərdirsə sıfırdan, yəni ya mənfi, ya sıfırdırsa, onda k-nı 1 artır. Bax, 0 idi də, 0 götürmüşdüm. Üstünə 1 gələndə 1 alıram, birinci dəfə sayıram. 1 artdıqca saymış olur. Yox, qolunu boş saxlayırıq. Çünki yəni
Müsbətdirsə heç nə istəmir də, ancaq müsbət olmayanların sayını. Dövr 100-ə qədər getməlidir axı. Ona görə bu i-ni də bir artırırıq. Yazırıq i bərabər i üstəgəl 1. Və buradan geri qaytarırıq dövrə. Nə vaxt ki şərt ödəmir, dövrdən çıxır, k-nı çap eləyir. Yəni həqiqi ədədlər burada x-lardır. Daxil edilmiş natural ədəddən böyük olan ən kiçik sadə ədədi çap edən proqram yaz. Daxil eləyək. Məsələn, 6-dır da. 6-dan sonraki sadə ədəd 7-dir. Ya 15 olsun, yox, 14 olsun. 14-dən sonraki sadə ədəd 15, 16, 17 düşür. Bunu nətər yəni götürməliyik? Özündən sonra ən kiçik sadə ədəd. Burada dövrlərin sayı məlum deyil. Bax, hər dəfə bir artırıb onsuz yoxlamalıyıq. Məsəl üçün, 6-dırsa, 6-dan sonraki ədədi yoxlayıram da. Üstünə 1 gəlib 7 almırammı? 7-nin sadə mürəkkəbliyini yoxlayıram. Tutaq ki, da, məsəl üçün 14-də. 14-dən sonraki ədəd nə gəlir? 15. 15 sadə deyil axı, 15-i bir də artırıram. 16 da sadə deyil, bir də artırıram, 17 alıram. Deməli, dövr ədəd, yəni sadə olana qədər dövr eləyəcək. Amma dövrlərin sayı bizə məlum deyil. Ona görə şərtli dövrdən istifadə edirik. While-da indi nə şərt verəcəyik? Bu hələ ki qalsın. Bilmirəm də, yəni necə bir şərt verəcəyim. Hələ ki saxlayıram. İndi hələ ki bu n-i bir vaid artırdım. N bərabər n üstəgəl 1-i götürdüm dövrün içərisində. Çünki hər dəfə bir artırıram, axı dövr daxilində gedir də. İndi məsəl üçün 14 idi də, 14-ün üstə 1 gəlib 15 aldım. Bunun sadə mürəkkəbliyini necə yoxlayırıq? Əgər 1-ə və özündən başqa, yəni bu aralıqda hər hansı bir ədədə bölünürsə, sadədir də. Yox, əstəğfurullah, 1-ə və özündən başqa bu aralıqda hər hansı bir ədədə bölünürsə mürəkkəbdir. Deməli, bölənlərinin sayını tapmalıyıq. Bunun üçün bir dənə yazıram, k bərabər 0, bölənlərini sayması üçün. Yazıram for i in range. 1-ə və özünə onsuz da istənilən ədəd bölünür axı. Ona görə 2-dən özünə qədər götürürəm. Ki, görün bu aralıqda böləni varmı? Və şərt verirəm ki, əgər bu n-im bölənlərinə bölünürsə, k-nı bir artırıram, bölənlərini sayıram. Məsəl üçün, n 14 idi, üstünə 1 gəlib 15 aldım. Bura nə düşür? 2-dən 15-ə qədər. Yəni, 15-in özünü götürmür, bir növ 2-dən 14-ə olur da. İndi 15-in 2-dən 14-ə qədər hər hansı bir ədədə bölünüb bölünmədiyini yoxlayacaq da, sayacaq bir bölənlərini. Təbii ki, var 3, 5 bölənləri olduğuna görə k artacaq. Bu dövrü bitirəndən sonra for dövrünü, while-ın içində bir dənə if verirəm ki, əgər bu böləni 0 dənədirsə, yəni 1-ə və özündən başqa deyək də, yəni başqa bir böləni yoxdursa, o da sadədir də. Sadədirsə, bitməlidir dövr. Məsəl üçün, onda belə götürək. Bir dənə əvvəldə bir B1 götürək. Sadədirsə, B olsun elə bir ki 0. Əgər bu B fərqlidirsə 0-dan, sadə olanda qurtarmalıdır axı dövr. Məsəl üçün, 17 olanda bitməlidir də. Tutaq ki, 17-ni aldı da, 17-də k 0 olur. 0 bərabərdirmi 0-a? Hə, B-ni 0 götürsün. 0 fərqlidirmi 0-dan? Yox deyib dövrdən çıxsın. Amma əks halda deyirəm ki, B-ni 1 kimi götürsün. Birinci dəfə özüm 1 yazdım ki, şərt ödənsin də, yəni dövrə başlasın. Məsəl üçün, N14 deyildimi? B 1-dir də, 1 fərqlidirmi 0-dan? Hə, bu 1 ixtiyari deyə 2, 3 də yaza bilərsiniz, fərqi yoxdur. N-i bir vaid artırır, 14 idi, 15 alır. 15-də k bölənlərinin sayı neçə olur? 1-ə və özündən başqa 3-ə, 5-ə bölünür də, ona görə 2 dənə olur. Deyir, 2 bərabərdir, 0-a yox. Onda B-ni 1 götürür, geri qayıdır əvvələ. 1 fərqidir, 0-dan. Bəli, fərqidir. Onda bir də dövr eləyir. Çünki bu mürəkkəbdə axı, mürəkkəbdir deyə dövr etməlidir də, sadə ədədi tapana qədər. N-i bir də artırır, 16 alır. 16 üçün də k yenə 2-yə, 4-ə, 8-ə və s. 3 dənə olur, yəni.
Bu yenə də 3 bərabərdirmi sıfıra? Yox. B-ni yenə 1 götürür. 1 fərqlidirmi sıfırdan? Hə. N 17 olur. 17 üçün K 0 olur axı. 0 bərabərdirmi sıfıra? Hə, onda B-ni sıfıra bərabər götürür. Və 0 fərqlidirmi sıfırdan? Yox deyib dövrdən çıxır. Deməli, tapdım da sadə ədəd, deməli 17-dir. Onda və bura dövrdən çıxandan sonra bir dənə yazıram, print N. Yəni, həmin o tapdığı N-i çap eləsin.